Da Mübariz müəllim olmalıdır. Mübariz müəllim salam. Mübariz Göyüşlü siyasi təhlilçi. Xeyir olsun Necim müəllim. Sizi və qonaqlarınızı salamlayıram. Çox sağ olun. Mən sizə də sual ünvanlayacağım, amma məsələnin həm də bu tərəfi var ki, bu tərəfi də bir müzakirə edək. Akşin müəllimdən soruşmaq istəyirəm ki, baxın, fərqi nədir? Rəhlər dəyişə bilər, amma əsas istiqamətlər qalır. Siz necə düşünürsünüz Mübariz müəllim? Təşəkkür edirəm Necim müəllim, maraqlı məqamdır. Mən də hesab edirəm ki, hələ ki bugünkü görüntü bunun Sülh Şurasının Trump'ın ətrafında yaranması ilə bağlı bir belə deyək də fikirlər mövcuddur. Yəni məxsus olaraq Amerika dövlətinin, hətta məsələn Konqresin və s. Təsdiqləmədiyi bir formatda ABŞ hökumətinin həyata keçirdiyi bir siyasət kimi görünən məsələdir. Nə dərəcədə effektiv olacağını gedişat göstərəcəkdir. İndi burada kifayət qədər dövlətlər təmsil olunur, Azərbaycan da, Ermənistan da və digərləri də. Amma gələcək perspektiv üçün qarşıya qoyulan hədəflər və məqsədlər reallaşdıqca burada sayda arta bilər. Burada mən sizə deyim ki, Amerika dövlətinin bu prosesi Trump'dan sonra da hətta davam etdirməsi ilə bağlı məsələlər də ciddiləşə bilər. İndi ad və format və başqa formalar dəyişə bilər. Yəni belə deyək də bir struktur formalaşdırıla bilər və s. müxtəlif variantlar düşünülə bilər. Amma ideyanın özü və prosesin özü davam etdirilə bilər. Bir şərtlə ki, qeyd olunan, qarşıya qoyulan hədəflərə nail olmaq mümkün olsun. İndi müxtəlif burada çalışmalar hədəflənir, amma bir məqam burada ilə müzakirədə də vurgulandı. Məsələn, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələr Amerikanın çıxmaq şərtinin, digər 4 ölkə hələ ki bu məsələdə təmsil olunmurlar. Onların da hansısa formada bu proseslərdə iştirakının təmin olunması lazım ola bilər. Bu prosesin daha davamlı, daha geniş təsir imkanlarına nail ola bilməsi üçün. Mən düşünürəm ki, onlar niyə burada təmsil olunmurlar? Çünki böyük ehtimalla onlar Amerikanın, Trump'ın liderliyini bu şəkildə qəbul etmək istəmirlər. Çünki nə qədər deyilsə də, vurgulansa da, bu proses və təşəbbüs Trump tərəfindən, Amerika tərəfindən irəli sürülübsə, təbii ki, öndə də Amerika görünür və digərləri də onun ətrafında görünmüş kimi olur. Yəni, inandırıcı deyil ki, deyək ki, Amerikanın NATO'dakı müttəfiqləri, Britaniya və Fransa hansısa formada bəlkə də bunu qəbul edə bilərlər. Amma biz necə təsəvvür edə bilərik Rusiyanı, nə qədər indi isti münasibətlər yaratmağa çalışsa da Amerika ilə Rusiyanı burada biz necə təsəvvür edə bilərik? Biz Çini burada necə təsəvvür edə bilərik? Yəni, bu məsələlər var. Axı, bunlar bir-birlərinə rəqib ölkələrdir, ümumiyyətlə götürülür. Və get-gedə də indi Rusiya ilə müəyyən istiləşmə davranışları olsa da Çinlə çox kəskindir. Yəni, Amerikanın münasibətlərində hər hansısa bir normallaşmaya gediləcək bir məsələ də görünmür. Yəni, qarşı tərəflər bir-birlərinə qarşı sərt davranışlar göstərirlər. Ona görə də mən düşünürəm ki, Çinin perspektivdə burada təmsilçinin bizim görməyimiz çətin ola bilər. Bu, Azərbaycanla bağlı məsələyə gəldikdə isə bizim, Elçin bəy, xatırlayırıq, Amerika ilə münasibətlərimiz Biden administrasiyası dövründə və s. formada hər zaman hansısa formada gərginliklərlə müşahidə olunubdur. İndi bu şəkildə olan münasibətlər və Sülh Şurasında da Azərbaycanın bu şəkildə təmsilçiliyi region üçün, Azərbaycan üçün müsbət nəticələr vəd edir. Və biz də bunu mərhələ-mərhələ hiss etməkdəyik. Mübariz müəllim, müsbət nəticələr dedikdə, bax, konkret siz nəyi müsbət nəticə hesab edirsiniz? Hansını qabardardınız? Məsələn, studiyada fərqli fikirlər səhid. Bəli, mən hesab edirəm ki, sülh sazişinin özünün paraflanması belə Azərbaycan üçün müsbət məqam kimi qeyd oluna bilər. Yəni, biz bu məsələyə... Hə, elə onu deyəcəkdim. Bax, bu Sülh Şurasına qədərki bir dövrdür. Bax, siz deyirsiniz ki, nəticə... Amma Azərbaycan-Amerika münasibətlərində təzahür edən bir məsələdir. Belə deyək, bunlar mərhələ-mərhələ gəlib biz bu Sülh Şurasına qədər çıxmışıq bu münasibətləri, belə deyək də, yüksək səviyyədə saxlamaqla.
Və təbii ki, Yox, bax, Azərbaycanın çox primitiv bir sual və veriləcək. dünyada Mübariz müəllim. prosesinə təsir imkanlarının artması bunun özü də müsbətdir. Çox primitiv bir sual vermək istəyirəm. Yəni buradan başlayaq. Sülh Şurasının məqsədi Qəzza ilə bağlıdır bu dəqiqə üçün. Doğrudurmu? Qəzza ilə bağlı maliyyə işində yoxuq, hərbi işində yoxuq. Hələ ki bu ikisində yoxuq. Bəs onda bizə nə nəticə verəcək? Bu günləri yoxuq Elçin bəy. Yəni bu Mən də bu günü məsələlər soruşuram. olunur. Bax bizə nə nəticə verəcək? Bəli, proses yeni başlayıbdır, amma gedişat üçün çünki Azərbaycanın hərbi ordu belə deyək göndərməklə bağlı məsələlərdə şərti var. Yəni bu məsələlər açıqlandı Qəzzaya. Bu anladım. Onda biz bunu müzakirə eləyərik. Bax bu dəqiqə üçün bax dediniz nəticələri var. Bax onu mən bilmək istəyirəm. Nə nəticəsi var? Siyasi mənada, siyasi mənada xüsusən qeyd edə bilərik. Regionda və dünyada sülh yaratmada aktiv iştirak edən bir fəal bir dövlət kimi, aktor kimi tanınmaqdadır. Yəni məsələlər bu şəkildə belə deyək, hələ ki bu günlər olan məsələ bundan ibarətdir. Biz bunu indi dəfələrlə qeyd edirdik ki, Azərbaycanın regionda və dünyada artan çəkisi məsələsi, yəni çəkisi artıb ki, bu qurumda təmsil olunur və Qəzza kimi bir problemli məsələnin də həllində ən azı müzakirələrdə, görüşlərdə, bu toplantılarda iştirak edirik. İndi o artıq gedişatda müəyyənləşdirilir. Əslində Mübariz müəllim, dünən heç müzakirə də aparılmadı. Fikir verdinizsə. Yəni mən əslində biz belə tədbirlərdə BMT-nin və ya hansı bir digər beynəlxalq təşkilatın bir müzakirələri olur, məsələlər, detallar danışılır, amma burada daha çox təntənəli idi. İndi ola bilər birinci iclasdır və s. Yəni bu müzakirə də aparılmadı. Maliyyə şəffaf. Görünür ki, hələ ki belə deyək də təqdimatıdır sülh şurasının. İştirakçıları və dünyaya elə ki təqdimatıdır. Akşin müəllimə söz verəcəm. Buyurun. Hətta Elçin müəllim, gəlin belə yanaşaq, sülh şurasının nizamnaməsinə baxmaq lazımdır və sülh şurasının nizamnaməsinə görə sülh şurası beynəlxalq təşkilatdır. Bu kontekstdə verəcəm bu sualı. Cənubi Qafqaz, yəni Amerika üçün vacib bir regiona çevrilir və s. Gürcüstan niyə yox idi orada və yaxud da ümumiyyətlə dəvət olunmamışdı və ilk gündən heç bir siyahı da yox idi. Nə baş verir? Baş verənlər aydındır, amma... Aha. Maraqlıdır. Yəni, belə deyək də, Cənubi Qafqazla bağlı məsələlər şərh olunanda hər zaman Gürcüstanı qərbpərəst və belə deyək də, Avropa ilə Amerika ilə yüksək səviyyədə münasibətlər quran bir ölkə kimi təqdim edirdilər. Bu günləri biz Gürcüstanın bu proseslərdən kənarda qaldığını müşahidə edirik və sizə deyim ki, ötən ilki avqustda baş verən hadisələr də Gürcüstan üçün şok effekt, Gürcüstan cəmiyyəti üçün hardasa elə şok effekti vermişdi. Avqust nəyi nəzərdə tutursunuz? Vaşinqton anlaşması. Vaşinqtonda imzalanan məsələlər, orada əldə olunan məsələlərlə bağlı. Gürcüstanda niyə şok olsunlar ki, ondan? Bir dəqiqə Mübariz müəllim. Alternativ yol kimi. Biz təsəvvür eləsək ki, TRIP layihəsi işə düşür, Elçin bəy. Yəni TRIP layihəsinin işə düşməsinin özü belə Gürcüstanı regional layihələrdən əhəmiyyətini azaldan məsələdir. Mən düşünmürəm ki, azalacaqdır. Çünki TRIP layihəsi də, hələ digər layihələr də böyük yəni yolların üzərində olacaqdır, onun həcmi var, hamısında pay düşəcək. Yəni bu şok olacaq, amma alternativ marşrut kimi TRIP layihəsi Gürcüstandan keçən layihələrdən daha ucuz, daha və belə deyək, baxımından sərfəli olacaq. Bəs yaxşı, Gürcüstan şoka düşdü. Bəs Amerika niyə istəmədi Gürcüstan olsun? Evet, çox maraqlıdır ki, bugünkü situasiyada Gürcüstan belə deyək, Rusiya ilə də münasibətləri, diplomatik münasibətləri olmadığı halda Amerika ilə də, Avropa ilə də vəziyyəti belə deyək də normal səviyyədə görünməyən bir ölkə kimi müşahidə olunur. Sizcə niyə? Və bu proseslərdən kənarda qalmaqdadır. O, böyük ehtimalla Gürcüstan hakimiyyətinin hər halda apardığı belə deyək də siyasətin o qədər də effektiv olmamasının nəticəsidir. Yəni Amerika ilə də münasibəti qura bilməyib, Avropa ilə də qura bilməyib və Rusiya ilə də sizə deyim ki, rəsmən diplomatik münasibətlər də bərpa olunmayıbdır. Yox, aydın da olunmayıbdır və siz niyə belə bir sadə bir sual yaranır? Hələ Azərbaycan münaqişə dövründə, Ağır müəllim, elə istəyərəm bu suala siz də cavab verəsiniz, elə buradan başlayaq. Azərbaycan hətta münaqişə dövründə belə eyni vaxtda tamamilə ayrı-ayrı siyasi mövqe. Çünki əslində Ağır müəllim onu dedi ki, sabah gedəcək, nə olacaq məsələsi. Mübariz müəllim, buyurun.
Üzr istəyirəm, texniki problem oldu. Mən tam müşahidə edə bilmədim. Deməli, Gürcüstanla bağlı bir əlavəni də qeyd etmək istərdim, Elçin bəy icazə versəz. Əgər Qarabağ müharibəsi olmasaydı, Ermənistanın bu təcavüzü məsələsi olmasaydı, Azərbaycanla Ermənistan arasında indi baş verən belə deyək də nəqliyyat, kommunikasiya, əlaqələr, iqtisadi, ticarət məsələlərinin aktuallaşması 30 il əvvəl gerçəkləşməsi mümkün ola bilərdi. Zaten planlaşdırılırdı bu məsələlər. Sadəcə olaraq Ermənistanda hakimiyyətin dəyişməsi və qanla gələn yeni hakimiyyət bu məsələləri anladım. Mübariz müəllim, amma unutmayaq Gürcüstan Qaradəniz hövzəsi ölkəsidir və orada limanı var. Bu elə belə şey deyil. İcazə versəz fikrimi yekunlaşdırım. Yəni Azərbaycanla Ermənistan arasında bu savaş məsələləri olmasaydı, Gürcüstanın regionda və yaxud da dünyada bu qədər əhəmiyyətli yer tutması inanmıram ki, ola bilərdi. Çünki iki Cənubi Qafqaz ölkəsi arasında olan savaşdan bəli, əlbəttə, yəni aydındır savaşdan qazandı, amma planlaşdırılan layihələr Ermənistandan keçə bilərdi. Yəni o Bakı, Tbilisi, Qars kəməri, nə bilim, Bakı, Tbilisi, Ərzurum və bütün bu məsələlər Ermənistan üzərindən reallaşması mümkün ola bilərdi və bu savaş Ermənistanı da, regionu da bu proseslərdə demək olar ki, xeyli geri saldı. Artıq həmin biz 30 il əvvəlki məsələlərə belə deyək gəlmişik, bu əməkdaşlıqlar müşahidə olunur və ola bilər ki, elə bu situasiyanın özü də Gürcüstanı bir sıra proseslərdən də kənarda saxlamaq. Onda xəyal mənim bir şey deyil, Akşin müəllim, elə oradan giriş verin.